Qazax rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Kanal 10 TV Azərbaycan teleqrafası istinadən xəbər verir ki, hadisə zamanı 1958-ci il təvəllüdlü Səkinə Mustafayeva, 1968-ci il təvəllüdlü Məqsəd İbrahimov və 1959-cu il təvəllüdlü Fəxrəddin Mustafayev hadisə yerində dünyasını dəyişiblər. Qəza zamanı 1997-ci il təvəllüdlü Şəhadət Mustafayev isə ağır xəsarətlərlə Qazax rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hadisə yerinə polis əməkdaşları ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Qazax rayon dövlət yanğından mühafizə hissəsinin xilasediciləri də cəlb olunub. Həlak olanların meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Mercedes və Opel markalı minik avtomobilləri toqquşub, faktla bağlı araşdırma aparılır.